Ünal uşaqlar, deməli, izaha başlayaq. Test üçün birincisi. Deməli, birinci sual belədir. Səfəvilər dövlətinin mərkəzləşdirilməsi yolunda atılan addımlar soruşulur. 1. Şirvanşahların ləğv edilməsi və Səfəvilər dövlətinə birləşdirilməsi 1538 doğrudur. 2. Şahın yanında qanunverici məclisin fəaliyyət göstərməsi səhvdir. Çünki məclis qanunverici deyildi, icra edici hakimiyyət orqanıdır. 3. Şəki hakimliyi müstəqilliğinə son qoyulması 1551 doğrudur. Cavabımız 1 və 3 C bəndidir. 4 səhvdir, çünki Əmir Əlimarə dövlətdə ikinci şəxs deyildi, ikinci şəxs vəkil idi. Növbəti suala baxırıq. Şah İsmayıldan fərqli olaraq Şah Abbas soruşulur. İspaniya müttəfiq olması səhvdir, İngiltərəyə qarşı deyildi. İngiltərəyə müttəfiq olmuşdu Şah Abbas. Osmanlı dövləti ilə müqavilə imzalanması, bəli, Şah İsmayıldan fərqlidir Şah Abbasda, B variantı. Çünki Şah İsmayıl Osmanlı dövləti ilə müqavilə imzalamayıb. Deməli, sonra Osmanlı dövləti ilə müharibə aparmışdır. Hər ikisi aparıb, oxşar cəhətdir. Şeybani qoşunlarını məğlub etmişdir, hər ikisinin aid ümumi cəhətdir. 16-cı əsrdə hər ikisi hakimiyyətdə olmuşdur. Üçüncü sual. Gəncə xanlığı, Bakı, bir də deməli Qarabağ xanlığına aid diaqram soruşulur. Məliklərə qarşı mübarizə aparmışdır, Qarabağ xanlığıdır. Rus qoşunlarının işğalına məruz qalmışdır, hamısına aiddir. Zaten bütün xanlıqlar məruz qalıb. Quba xanlığında nikah diplomatiyası vasitəsilə asılı olmuşdur, Bakı xanlığıdır. Ziyadoğlu sülaləsi tərəfindən olmuşdur, Gəncədir. Bayat döyüşünə qalib gəlmişdir, Qarabağdır. Deməli, doğru cavabımız olacaq C variantı. Gəncəyə aiddir Ziyadoğlu, Bakıya aiddir Quba xanlığının nikah diplomatiyası, 3-ə aiddir A variantı, Məliklərə qarşı mübarizə və Bayat döyüşünə qalib gəlməsi, ortağa da aiddir B variantı. Dördüncü sual. 17-ci əsrin ikinci yarısı Səfəvi dövlətində ticarət imtiyazları almış dövləti müasir xəritədə müəyyən edin. Burada cavab Rusiyadır. 1667-ci il, cavab 5-dir. 5-ci sual. Dərbətdən Cəna qədər Xəzəryanın bölgələrin Rusiyaya ilhaq olunması Peterburq müqaviləsi, Osmanlıların son 10 il ərzində işğal olunmuş torpaqları Səfəvilərə qaytarmalı idi Bağdad müqaviləsi, Rus tacirlərinin Səfəvi dövləti ərazisində sərbəst və gömrüksüz ticarət imtiyazları bir daha təsdiq etdi deyirsə, o isə aiddir. Bir dəqiqə. Bəli. Deməli, bəli, o isə Gəncə müqaviləsi 1735-ci il. Növbəti sual. Daha əvvəl olmuşdur. Gavduşan 1774, Qarababa 1809, Aslanduz 1812, Sultanbud 1812, Rus-Qacar müharibəsidir. Qaraçəmə 1761, cavab B variantıdır. Xəritədə ulduzla göstərilmiş xanlığa aiddir. Ulduz Şamax xanlığıdır. Deməli, A variantı yazıb ki, ilk vaxtlar ərazisində iki hakimiyyətli mövcud olması düzdür. Elə cavabımız A variantıdır. Çünki ərazisində iki hakimiyyətli mövcud olmuşdur. Sonra, deməli, B variantı. Məhəmməd Həsənin hücuma məruz qalan Qarabağdır. Hacı Çələbi xanın asıllığını qəbul etməsi yanlışdır. Çünki Hacı Çələbi xan hücum etdi, amma ələ keçirə bilmədi. Ona görə yanlış olur. Urmiya xanlığının asıllığı altına düşməsi səhvdir. Deməli, gəlin baxaq, Şamaxıya aid deyil. Qızqaya xəndəndə iştirak etməyib. Sonra növbətinə baxırıq. 18-ci əsrin 20-90-cı illərində Azərbaycan tarixinə aiddir. 1720-90 cavab A-dır. Rus qoşunları yürüşə məruz qalıb. Çünki 1722-də Pyotr, 96-da Zubov. B variantı Səfəvi Osmanlı müharibəsi səhvdir. Çünki o vaxtda heç 90-da Səfəvi yoxdur. Xanlıqların meydana gəlməsi 90-cı illərdə xanlıqlar yaradılmışdı çoxdan. Qacarların yürüşə məruz qalması səhvdir. Qacarlar 1796-da hakimiyyətə gəlib. Osmanlı idarə etmə sistemi mövcud olması 20-ci illərdə var, 90-da yoxdur. 9-cu sual. 78-90-cı illər Səfəvi Osmanlı müharibəsinə aid deyil. Niyazabad döyüşü Osmanlı qoşunları məğlub olması düzdür. 1583. Sonra Krım xanının Osmanlı dövlətlə müttəfiq olması, deməli, Krım xanının Osmanlı dövlətlə müttəfiq olması düzdür. Şeybanilərin Səfəvilərlə müttəfiq olması səhvdir. Əksinə Səfəvilərə qarşı mübarizə aparırdı. Məhəmməd Xudabəndən dövrü düzdür. Şirvanın Osmanlı qoşunları hücuma məruz qalması 78 doğrudur. 10-cu sual. Kirmanşah müqaviləsi 1732, Peterburq müqaviləsi 23, Nabur müqaviləsi 27, Bağdad müqaviləsi isə 1733-cü ilə aiddir. 11-ci sual. Nadir Şahın hakimiyyət dövrünə aiddir.
Şəkidə üsyanın baş verməsi 1743 Hacı Çələbi xanın dövründə. Elə cavabımız budur. Bağdad müqaviləsi 33 səhvdir. İkinci Səhv mühasibinin Osmanlılarla müharibəyə başlaması bu bilsiz elə 1724-dən sonradır. Şirvanşah müqaviləsinin imzalanması 32 idi. Nadir onda xan idi. Rəşd müqaviləsinin imzalanması yenə də 32-ci ildir. Növbəti sual. İkinci Şah Abbasın hakimiyyət dövrünə aiddir. Əhalinin siyahıya alınması Şah Sultan Hüseyndir. Peterburq müqaviləsinin imzalanması 1723-cü il Hüseyndir. Qəsrin müqaviləsinin imzalanması 1639-cu ildir. Şah Səfidir. Stepan Razinin hücum etməsi, deməli 1668 Süleymandır. Rusiya ilə hərbi münaqişənin baş verməsi düzdür. 1653-62 2-ci Şah Abbasın hakimiyyətinə aiddir. 13-cü sual. 18-ci əsrin əvvəllərində Səfəvi dövlətinin tarixinə aid deyil. İqtisadi böhran doğrudur. Bəylərbəyliklərin ləğvi səhvdir. Ümumiyyətlə bu cümlə yanlışdır. Nadir Şah Vahid bəylərbəylikdə birləşdirmişdi ölkəni. Mərkəzi hakimiyyətin zəifləməsi bəli, əhali siyahıya alınması doğrudur. 1702 mərkəzi hakimiyyətə qarşı üsyanın baş verməsi də doğrudur. Sonra Kirmanşah müqaviləsinin şərtlərinə görə İrəvan, Gəncə, Şirvan Səfəvilərə verildi. O səhvdir, çünki o Arazdan şimalda da Osmanlılarda qaldı. Azərbaycan ərazisi Səfəvi Osmanlı dövləti arasında bölüşdürüldü, doğrudur, 32-ci il. Azərbaycanın cənub torpaqları Osmanlı hakimiyyəti altında qaldı, səhvdir, çünki cənub Səfəvilərdə idi, şimal qaldı. Xəzər sahilinin Kür çayından cənubdakı hissəsi Səfəvilərə qaldı. Kür çayından cənubdakı Xəzəryanın sahilləri Rusiyada idi, səhvdir. Kür çayda sərhəd olduğu səhvdir, o bilirsiniz ki, Rəşd müqaviləsindədir, burada Araz çayıdır. Sonra deməli, uşaqlar tez-tez qoşulmağa çalışırsınız da, artıq 10 dəqiqə keçib. Ona görə vaxtında qoşulun ki, bizim test oxuyanda da mane olur. Sonra 15-ci sual. 17-ci əsrin ikinci yarısına aiddir. Mərənd müqaviləsi birinci yarısıdır. Sınıq körpü döyüşü 1618-dir. Rusiya Səfəvi münaqişəsinin başlanması 1653-dür. Münaqişə başlandı və 53-də başlandı. Cavab budur. Qəsrin müqaviləsinin imzalanması 39-dur. Birinci yarısı. İrəvan da Səfəvilər tərəfindən azad edildi. O da birinci yarısıdır. 1634-cü ildir. Sonra hansı müqavilədə Səfəvilərin itirilmiş torpaqlarının geri qaytarılması nəzərdə tutulmayıb? Rəşd müqaviləsində nəzərdə tutulub Kürdən cənubdakı torpaqlar. Gəncə müqaviləsində bəli, Kirmanşahda bəli. Cavab Peterburqdur 1723. Burada əslində torpaqlar itirilir. Bağdadda da bəli. 17-ci sual. 17-ci əsrin ikinci yarısına aid memarlıq abidələrini müəyyən edin. Deməli, baxırıq bura. Bir dəqiqə. Deməli, 17-ci əsrin ikinci yarısında memarlıq. Şeyx Cüneyd 16-cı əsr, Nardaran məscidi düzdür. Çalaxana məqbərəsi düzdür. Göy məscid 15-ci əsr səhvdir. Cavab 2-3C-dir. 18-ci sual mətindir. Deyir, Muğan qurultayında müzakirə olunan əsas məsələ hakimiyyətə kimin gəlməsi ilə bağlı idi. Qızılbaş tayfa nümayəndələri burada yeni şahın başqa sülalədən seçilməsinə qarşı çıxsalar da, istəklərinə nail ola bilmədilər. Deyir, mətndə baş vermiş hadisə nəticəsində Azərbaycan torpaqlarının mərkəzləşdirməsi prosesi baş tutmadı, yanlışdır. Azərbaycan torpaqlarının yadelli əsarət altına düşdü, bu da yanlışdır. Səfəvi dövlətinin son qoyuldu, düzdür. Muğan qurultayı 1736, Əfşarlar Sulası hakimiyyətə gəldi, doğrudur. Cavab D bəndidir. 19-cu sual. Daha əvvəl olmuşdur. Qəsrin 1639, Hacı Çələbin başçılığı altında üsyan 1743, Bağdad müqaviləsi 1733, Sınıq körpü 1618, 1-ci Abbasın Bağdad ələ keçirməsi isə 1623-cü ildir. Cavab olur Y variantı. Sonra 20-ci sual. Deyir, İrəvan xanlığı Gəncə xanlığından fərqli olaraq Türk mənşəli Sulay tərəfindən ortaqdır. Gürcü qoşunlarına qarşı mübarizə də ortaqdır. Rus qoşunların işğalçılıq yürüşünə müqavimət göstərməsi doğrudur. Yəni ortaq cəhətdir, fərqli deyil. Şimal torpaqlarına hər ikisi şimaldır. Doğru cavab Osmanlı ilə həmsərhəd olmasıdır. Çünki İrəvan Osmanlılarla həmsərhəddir. 21-ci sual. Hadisə nəticənin doğru verildiyi cavabı soruşulur. Səfəvilər arasında birliyin olmaması, Çıldır döyüşündə Səfəvi qoşunları məğlub olması doğrudur. Elə cavab A bəndidir.
Sonra B bəndi. Səfəvi Osmanlı müharibələri Səfəvilərin paytaxtının Təbrizə köçməsi yanlışdır. Çünki onsuz əvvəlcədən paytaxt Təbriz idi. Şirvanşahların süquta uğraması, Səfəvilər dövlətinin mərkəzləşdirilməsinin vaxta çatması, bu yəni vahid halda birləşdirilməsini demək istəyir. Burada əslində bir yəni əslində yanlışlıq var. 1551-dir. Krım xanının Osmanlı dövləti ilə müttəfiq olması Niyazabad döyüşündə Osmanlıların qalib gəlməsi səhvdir. Çünki Niyazabadda məğlub olublar. Şah Abbasın İspaniya ilə ittifaq qurması, Hörmüzün Şeybanilərdən azad olması səhvdir. Portuqaliyadan azad olmuşdu ingilislərlə ittifaqa girəndən sonra. Deyir Gülüstan sülhünə görə Qacarların tərkibində qalan şimal xanlıqları müəyyən edin. Gülüstan müqaviləsinə görə Qacarların tərkibində qalmışdır həm Naxçıvan xanlığı, həm də ki İrəvan xanlığı Qacarların tərkibində qaldı. Qalan bu torpaqlarımızın hamısı isə qalmışdı Rusiyada. Sonra Quba xanlığına aiddir. Dərbəndin birləşdirilməsi doğrudur. Qarabağ xanlığının asala salması yanlışdır. Qacarlar sülaləsi tərəfindən olması yanlışdır. Şimal-şərq torpaqları vahid birləşdirmişdir, doğrudur. Cavab 1 və 4-dür. 24-cü sual. 1-ci Rus-Qacar müharibəsinə aid döyüşləri müəyyən edin. Qarababa döyüşü 1809, doğrudur. Sultanbud 12, doğrudur. Cavanbulaq 27, yanlışdır. Aslandüz 12, doğrudur. Sərdarabad 27, yanlışdır. Qarababa, Sultanbud və Aslandüz doğrudur. Türkmənçayın nəticələri müəyyən edin. 1828-də imzalanıb, yəqin bilirsiniz. Azərbaycan torpaqları Rusiya və Qacarlar dövlət arasında iki hissəyə parçalandı, 1828 düzdür. Ermənilər kütləvi şəkildə Azərbaycan köçürüldü, doğrudur. Rusiya ilk dəfə Xəzər dənizində donanma saxlama hüququ Gülüstanda əldə edib. Səfəvi dövləti o vaxt yoxdur, ona görə yanlışdır. 26. Nadir şah olması 36-cı il 1700. Bayaz savaşı 1748. Nadir şahın Hindistana yürüşü 1738. Şirvanda 1-ci Sam Mirzə qiyamı isə 1743-cü ildə olub. 27-ci sual. Deyir 18-ci əsrin 30 və 40-cı illərini düzün. Deməli Şirvanda 2-ci Sam Mirzənin başçılığı altında üsyan 1743-dür, 2-yə gedir. Nabur müqaviləsi 27-dir, heç birinə getmir. Nadir şahın sui-qət nəticəsində öldürülməsi 1747-dir, o da 2-yə gedir. Şamaxı əhalisinin Ağsu şəhərinə köçürülməsi 1734-dür, 1-ə gedir. Nadir xan edib bunu. Osmanlıların 3 kilsə döyüşünə məğlub edilməsi də 1735-dir. Bu da gedir deməli 35-də 1-ə gedir. Deməli növbəti sual situasiyadır. Burada oxusanız görərsiniz ki, deməli kiçik Kürəkçay müqaviləsindən danışılır. Burada Kürəkçayın da adı var. Məmmədə bəhs olunan xanlığın adını yazın. Çünki burada İbrahim Xəlil xan yazılıb. O da ki Kürəkçay müqaviləsini imzalayıb. Təbii ki siz burada indi mənbəni oxumalısınız. Deməli mənbədə bəhs olunan xanlığın adını yazın. Cavab Kürəkçaydır. Sonra Məmmədə bəhs olunan xanın Rus generalı ilə görüşməyə razılıq verməsində məqsədləri nə idi? Məqsədi həm xanlığın daxili idarə mövqeyini saxlamaq idi, həm də orada xristian məlikliklər var idi ki, onları neytrallaşdırmaq istəyirdi. Yəni Qarabağa qarşı hücumunun qarşısını almaq istəyirdi. Sonra yazıb ki, mənbədə bəhs olunan müqaviləyə əsasən Rusiyanın xanlıq qarşısında gördüyü iki öhdəlik yazın. Hansı öhdəliyi götürmüşdü? Həm deməli daxili idarə mövqelərini saxlayacaqdı, həm də xanlığın öz hakimiyyətini qoruyacaqdı. Yəni xan hüquqları qorunub saxlanılacaqdı. Xanın və ailəsinin eyni zamanda. Növbəti testimizə baxırıq. Bu 4-cüdür. Deməli mövzu sınaq 4. Burada belə yazılıb, göstərilənlərin nəticəsinə aiddir. Şimali Azərbaycan kəndlərinə təbəqələşmə gücləndi. Sahibkar kəndləri müvəqqəti mükəlləfiyyət daşımağa davam etdi. Cavab 1870-ci kəndli islahatının nəticəsidir və 1912-13-ə qədər mükəlləfiyyət daşımağa davam olunub yəni. Daha qalanlarına baxmıram, 2-yə baxaq. Cədvəldə hansı hadisələrin yerini dəyişsək, bütün hadisələr düzgün ardıcılıqla düzülər. Bax uşaqlar, Şimali Azərbaycan teatrının əsasının qoyulması 1873-dür. Suraxanında ilk ağ neft emal edən zavod 1859-dur. Neft stansiyanın ləğv olunması 72-dir. İrəvan quberniyasının yaradılması 1849-dur. Yəqin ki 1 ilə 4-ü dəyişməliyik. Bakıda ilk neft kəməri də 1878-ci ilə aiddir. 3-cü sual. 1840-cı il inzibati məhkəmə islahatı, bir də 46-cı il reskript deyilir. Bax, burada İrəvan uyğunluğu deyir müəyyən edin. Yəqin cavablar bu tərəfdədir, bəli. Deməli, İrəvan və Naxçıvan quberniyaları yaradıldı deyir.
Ümumiyyətlə Azərbaycan quberniyalar, bu İrəvan və Naxçıvan quberniyası, yəni İrəvan 49-dadır, yəni bunun heç birinə aid deyil. Naxçıvan onun tərkibində olub. Bəy ağaları idarə işlərindən kənarlaşdırıldı. Bəy ağalar. Deməli, bu 1800 Azərbaycanlı, yəni Bəy ağalar 40-cı İnzibati Məhkəmə işlərindən kənarlaşdırılmışdı. Sonra tiul və mülk torpaqları deməli mülkiyyət kateqoriyası eyniyə daxil oldu. Bəy reskriptinə, yəni 46-dadır. Mərkəzi Şamaxı olan Xəzər vilayəti yaradıldı. Bu 40-cı il İnzibati Məhkəmə islahatındadır. Sonra deməli sahibkar kəndlərin mülkiyyətə tabesi adlandırılıb. Bu da 46-cı il Bəy reskriptindədir. Yəni cavabları özünüz düzərsiniz yəqin ki. Sonra 47-ci il kəndli əsasnamələrindən fərqli olaraq 70-ci il islahatını soruşulur. Deməli, mükəlləfiyyət və torpaq məsələsinə toxunulmuşdu. Zaten bu 47-də də var idi, yəni fərq deyil. Sonra biyar pul ödənişli əvəz onu düzdür, 70-də elədir. Cavab 2-dir. Kəndlər feodal asılılığından azad edildilər. Yəni feodal asılı münasibətləri ləğv olundu, düzdür. Bu da 70-də var. Burja xarakteri daşıyırdı, bəli. Deməli, bu islahat burja xarakteri daşıyırdı 70-ci il. Yəni 19-cu əsrin ikinci yarısındakı islahatlar burjuaziya islahatlarıdır. Birinci yarısındakı islahatlar deyil. Torpaqdan istifadə müqabilində deməli, kəndlilər mal cəhət vergisi ödəməlidir. Bu hər ikisinə aid ortaq cəhətdir. Ona görə doğru cavabımız Y variantıdır. Sonra deyir, doğru bəndi müəyyən edin. Cənubi Azərbaycanda məşrutə hərəkəti yatırılmışdır. Birinci müharibəsi illərində səhvdir. Çünki məşrutə 1905-11-dir. Müharibə 14-də başlayıb 18-də bitib. Nəşr-i Maarif demək bu yanlışa gedir. 1. Nəşr-i Maarif və Nicat Cəmiyyəti 1905-6-dır. Bəli, Nağıyev, Muxtarov düzdür. Doğruya gedir. Şimazın ilk partiya yaradılmışdı Gəncədə, Milli Partiya. Bu Qeyrət Partiyasıdır. Doğrudur. Doğruya gedir. Difa Partiyası mətbuat orqanı olmuşdur. Təkamül Yoldaş yanlışdır. Bu İrşad qəzeti olmalıdır. Bu yanlışa gedir. Sonra deməli Viborq bəyannaməsi imzalamışdır. Rəsulzadə yanlışdır. Yəni burada 1 4 5-ə yanlış getdi baxsanız. 2 ilə 3-də bəli doğru getdi. Sonra 6-cı suala baxırıq. Sarıqamış əməliyyatından fərqli olaraq Çanaqqala döyüşü. Deməli Sarıqamış döyüşü 1914-15-dir. Çanaqqala 15-16-dır. Osmanlı qoşunlarının qələbəsi ilə sona çatmışdır. Bəli, Çanaqqala döyüşü. Sarıqamışda isə bilirsiniz ki, Osmanlılar məğlubiyyətə uğradılmışdı. Dünya müharibəsi illərində baş vermişdir. Bu fərq deyil. İkisi də onsuz da elədir. Antanta qüvvələrinin qələbəsi ilə nəticələnmişdir. Çanaqqalda Antanta məğlub olub. Bilirsiniz ki, SSR o dövrdə yoxdur heç. 22-də yaradılıb. Dünya müharibəsi də dövründə də ərəfəsi deyil. Sonra 7-ci sual Şimali Azərbaycan 19-cu əsrin 80-ci illərinə aid deyil. Bax, burada çağırışı yaşına çatmış şəxslərə hərbi vergi 1887-də aiddir. Neft yataqlarının hərrac yolla satılmağa başlanması 72 aid deyil. Cavab budur. Dəmir yolu ilk neft daşınmasında nə deyir? Vaqon sistemləri 80-də aiddir. İlk mərkəzləşmiş telefon xətti 1886-dır. Qalakətdəki 1883-dür. 8-ci suala baxırıq. Cavabımız burada B oldu, yəqin bildiniz. Təbrizdə Alman kapitalına məxsus xalça 1912-dir. Bakı Tiflis dəmir yolu 1883-dür. Mazut konstitusiyası adlanan sənəd 1904-dür. Təmbək üsyanı isə Cənubi Azərbaycandadır. 91-92-dir. 1891-92. 9-cu suala baxırıq. Deyir, Cənubda baş vermiş 1905-11-ci il məşrutə hərəkəti dövründə xalqın tələbi nədir? Bu keçən baxmısınızsa, may ayında düşmüşdü elə situasiyanın ikinci sualındaydı. Bax, muxtariyyət səhvdir. Çünki muxtariyyət 17-ci il Xiyabanidədir. Yəqin bilirsiniz. Talbotla bağlanan müqavilənin ləğv edilməsi də səhvdir. Konstitusiyanın qəbulu düzdür, parlament çağırılması düzdür, xarici məmurlar düzdür. Cavab 3, 4, 5 D bəndidir. Qafqaz cəbhəsində Rus qoşunlarının tamamilə çəkilməsi, Cənubi Qafqaz Komissarlığı ilə Osmanlılar arasında imzalanan, burada bilirsiniz Ərzincan barışıqdır. 1917-ci il 5 dekabr. Cavab Y bəndidir. 11-ci sual. Hadisə nəticənin doğru verildiyi deyir, bəndi müəyyən edin. 1812-ci il Buxarest sülhünün imzalanması, ermənilərin Azərbaycan torpağa köçürülməsi səhvdir. 30-cu il Carbalakan üsyanı baş verdi. Ərazi müxtəriyyəti daxili müstəqil ləğv olundu, düzdür. Cavab elə B variantı. Növbəti suala baxaq. Bunlar da yanlış sual cavablardır. Deyir, neft sənayesində iltisam sisteminin ləğv olunması nəticələrinə aid deyil. Söhbət 1872-ci ildən gedir. Neft sənayesi sürətlə inkişaf etdi, düzdür. Balıqxana neft mədənlərində kəndlərin məcburi əməyi ləğv olundu, səhvdir. O 1864-dür.
Qalan bunların hamısı doğrudur, əzbərləyin. Yəni neftli torpaqlar bir hissəsi Azərbaycanlıların əlinə keçdi, doğrudur. Neft yataqları hərrac yolla satılmağa başlandı, düzdür. Və kapital axını gücləndi, doğrudur. 13-cü suala deyir, daha əvvəl baş vermişdir. Bax, Alman köçkünlərinin Qafqaza köçürülməsi aiddir 1817-18. Azərbaycanda Avropa tipli dünyəvi məktəb 1830 Şuşada olub. Şəki xanlığının ləğv olunması 1819-dur. Əhalinin rifahını yardım məqsədi ilə Əmanətlər Məktəbi 1828-29-dur. Xəzər vilayətinin bəylərinin torpaqlarının müsadirəsinə başlanılması bu isə aiddir 1841. 42-də müsadirə dayandırıldı, 46-da özlərinə qaytarıldı. Yəni doğru cavab A bəndi Almanlar olur. 17 bəli. 4-cü sual deyir, xəritədə rəqəmlərlə göstərilən dövlətlərə aid uyğunluğu müəyyən edin. Bax, dövlətləri tanımaq lazımdır. Bir, bilirsiniz ki, Osmanlıdır, 2 Rusiyadır, 3 də ki, Fransadır. 1, 2 və 3 Antanta hərbi ittifaqının üzvü olub. Gəlin baxaq, Rusiya Antantanın üzvü olub, amma Osmanlı olmayıb. Ona görə bir səhvdir. Yəni biz birləri çıxırıq, A-la D getdi. 1 və 2 Sarıqamış döyüşünün iştirakçısı olub. Gəlin baxaq, Sarıqamış döyüşü 1914-15-dir, Rusiyanın Osmanlı arasında. Bəli, 1 Osmanlıdır, 2 Rusiya düzdür. 2-ni doğru cavab kimi götürürük. Deməli, 3-ə baxırıq. Birinci Dünya müharibəsi zamanı Səməd Mehmandarov mükafatlandırılıb. 2, deməli və 3. 2 həm Fransadır, daha doğrusu 2 Rusiyadır, 3 Fransadır. Bəli, Mehmandarov həm Fransanın, həm də Rusiyanın hərbi mükafatı ilə mükafatlandırılıb. Deməli, cavab C bəndidir. 1 və 3 14-cü ilin sonunda Cənubi Azərbaycanın qoşun yeridir. Deməli, 1 Osmanlıdır, Azərbaycanın qoşun yeridir, bəli. Amma 3 Fransa səhvdir, Fransa qoşun yeritməyib. Deməli, cavabımız oldu 2 və 3. Sonra baxırıq 15-ci suala. Deyir, Cənubi Azərbaycanda baş vermiş Babillər hərəkatından fərqli olaraq Məşrutə hərəkatı. Babillər 48-52-ci illəri əhatə edilir, Məşrutə 1905-11-ci illəri əhatə edilir. Hərəkat gedişində hərbi şura yaradılmışdı, bu Məşrutədir. Bu da zaten fərqli olaraq Məşrutəni soruşur. Bəli, Məşrutədə hərbi şura var, 1908 Təbrizdə olub özdə. Bir doğrudur. Zəncan şəhərinə hər ikisinin onsuz üsyanlar olub. Qacarlar Rusiyasının hakimiyyəti dövrü hər ikisinə düşür. Çünki Qacarlar 1796-dan 1925-ə qədərdir. Sonra 4. Parlamentin çağırılması tələbini rədd sürülmüşdür, düzdür. Məşrutədə var. Deməli, cavab 1-dir, 3-dür. Hələ ki, C bəndindəyik. Parlamentin, bir dəqiqə, yox, daha doğrusu 1-4-dür. Sonra Cənubi Azərbaycan şəhərlərinin çoxunda nümayəndəli seçkili orqan yaradılmışdır. Bu da əyalət əncümənləri deyir, düzdür. Yəni doğru cavab A variantıdır. 1 hərbi şura olması, 4 parlamentin çağırılması, 5 bir də ki seçkili orqanların yaradılması. 16-cı sual. 20-ci əsrin əvvəlləri Qafqazın idarə olunmasında Çar hökumətinin etdiyi dəyişiklik deyil. Bax, Komendant İdarəsinin ləğv olunması 1840-dır, səhvdir. Bakı Fəhlə Deputatlar Sovetinin ləğv olunması, Bakı Fəhlə Deputatlar Soveti 1905-də yenicə yaradılmışdı. Sonra fəaliyyətini dayandırsa da 17-də fəaliyyətə başladı. Ona görə səhvdir, yəni o əvvəllərində etdiyi dəyişiklik ləğvi deyil. Sonra Şimali Azərbaycan xanlıqları sözü səhvdir, o vaxt xanlıq qalmamışdı. Qafqaz cənşinin bərpa olunması 1905-17-yə qədər cavab D-dir. Cənubi Qafqaz Seyminin fəaliyyətə başlanması, ümumiyyətlə bilirsiniz ki, Seym fəaliyyətə başlayıb 1918, onda da Çar Rusiyası ləğv olunmuşdu artıq. Sonra burada deməli Şimali Azərbaycan Venn diaqramıdır. 20-ci əsrin 40-cı illəri, daha doğrusu 19-cu əsrin 40-cı illəri, 50-ci illəri və 60-cı illəri. Və Şimali Azərbaycan yazıb. İndi mən oxuyacağam, siz yerinə qoyarsınız variantları. Deməli, dövlət kəndlərinin köçmə hüququnun ləğv olunması 1853-cü ildir. 2-yə aiddir A variantı. Gəlin baxaq. Sonra Babillər hərəkatının baş verməsi ümumiyyətlə Cənubi Azərbaycan deyə çıxırıq. Sonra yeni Ali Müsəlman Səlcüqün təsis olunması 40-cı illərdir. Birə C variantıdır. Sonra deməli baxırıq oradan. Yeni inzibati ərazi vahidlərinin yaradılması bu hamısında var. Yəqin bilirsiniz 40-da da var, 50-də də var, 60-da da var. Onu necə bilmək olar? Məsələn 40-da quberniyalar var. Tiflis, Kutaisi, Dərbənd, Şamaxı 46. 50-ci illərdə məsələn Şamaxı quberniyasının ləğvi var 59. Baxmısınızsa Bakı quberniyası yaradılması. 68-də Yelizavetpol quberniyası yaradılması. Yəni bu yeni inzibati ərazi vahidləridir. Hamısına aiddir.
Sonra Avropanın ən böyük ipək sarıma müəssisəsinin fəaliyyətə başlanması, bu da bilirsiz hansıdır? Şəkidə 1863-cü ildə ipək fabriki var idi. Bax odur. Cavab C-yə uyğun gəlir. Sonra 18-ci sual. Çar Balakəndə müvəqqəti idarənin yaradılması 1830-dur. Şəkidə müvəqqəti idarənin yaradılması 1806-dan 19-a qədərdir. Təbrizdə isə 1827-dədir. Yəni cavab 2-dir, 3-dür və 1-dir. Sonra deməli 19-cu suala baxırıq. Xanabad manufakturası 1827-dir. Tabinlər hərəkət içində olub, başlanması 1850-dir. Qafqaz Canşin yaradılması 1844-dür. Nankin müqaviləsi 42-dir. Ali Müsəlman Selçi 43-də yaradılıb. Sipahilər üsyanının başlanması 1850-dir. İrəvan quberniyasının yaranması 1849-dur. Navarın dəniz döyüşü 1827-dir. Yerezerfol quberniyası 68-dir. Yaponiyada Syogun rejimi isə ilə 68-də iflas uğradığı cavab Y-dir və Yaponiyada inqilab başlandı. Yəqin bilirsiniz. 20-ci sual. Deyir 19-cu əsrin ikinci yarısı Şimali Azərbaycanda əsası qoyulmuşdur. Mərkəzləşmiş telefon stansiyası 1886 doğrudur. Rus-Azərbaycan məktəbi 1887 doğrudur. Satirik mətbuat 1906 səhvdir. Bədii film 1916 səhvdir. Cavab 1-lə 2 A variantıdır. Difai partiyasına aid fikirlərdən biri yanlışdır. Partiyanın mərkəzi komitəsi Bakıdadır, düzdür. Məhəmməd Əmin Rəsulzadə 13-cü ildən partiyanın lideri olub. Bu müsavatdır, ona görə səhvdir. Mətbuat orqanı İrşaddır. Əhməd bəy Ağayev yaradıb. Erməni qırğınlarından qorumaq məqsəd daşıyırdı, düzdür. Bax bunların hamısı doğrudur B variantından başqa. Bir də biləsiniz ki, Difai partiyası 1906-da fəaliyyətə başlayıb. Deməli 22-ci suala baxırıq. Verilənlərin hamısının aid olduğu ərazini xəritədə müəyyən edin. Bax, ərazisi müsəlman əyalətləri rəisinə daxil edib. Bilirsiniz də onun mərkəzi Şuşadır. Qarabağ, Şəki, Şirvan, Lənkəran daxildir. Təriqətçi və bidətçi rus ailələri məskunlaşması bölgələr 1830-dadır. Qarabağ, Şamaxı, Lənkərandır. Komendant idarə üsuluna qarşı üsyan deyirsə, burada cavab Lənkəran olacaq. Deməli, Lənkəranda cavab 5-dir. Yəni, uşaqlar, mən bunu tez-tez oxuyuram. Siz saxlayıb videonu yavaş-yavaş baxıb izaha təzədən baxa bilərsiniz. Yəni, mən bunun kaydını atacağım sizə qrupa, ona görə dedim bunu. İndi 23-cü suala baxaq. Deyir, Qafqaz Komissarlığı, bilirsiniz ki, fəaliyyətə başlayıb 1917-ci il noyabr. Bir də Seymi 1918-ci il fevral ayı. Osmanlı dövləti ilə sülh danışıqlarının aparılması Komissarlıq Ərzincan, Seymdə Trabzon danışıqlarına başlamışdı. Bakı XKS ilə müqavilə imzalanması, o komissarlığın dövrünə XKS yoxdur, yanlış cümlədir. Bakı şəhərinin səlahiyyətlərindən kənarda qalması həm komissarlığın, həm Seymin səlahiyyətindən kənardaydı Bakı. Doğrudur, 1-3. Sonra, Birinci Dünya müharibəsi illərində yaranması doğrudur. 18-ci il, deməli, fevral ayı müharibə illərinə düşür. Eyni zamanda 17-ci il noyabr ayıdır. Deməli, cavabımız həm 1-dir, həm 3-dür və 4-dür. Romanovlar sülaləsi bilirsiniz ki, 17 fevral ayında süqut etmişdi. Ona görə aid deyil. Sonra 24-cü sual. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndləri müəyyən edin. 12-13-cü il aqrar qanunları deyir, vahid kənd idarəsinin yaradılması səhvdir. Çünki vahid kənd idarəsi bilirsiniz ki, 1865-ci ildədir. Bəli. Vahid kənd idarəsi 1865-ci ildir. Sonra, Mazıt Konstitusiyası adlanan sənədin imzalanması 1804-dür. İlk siyasi partiya yaradılması, o da yanlışdır. O, bilirsiniz ki, 1900 partiya 5-dədir. Ümrüsiya müsəlmanların ikinci qurultayı, Müsəlman İttifaqı nizamnaməsinin qəbul olunması düzdür. Evlena gəmisinin 18-ci il mart ayında Azərbaycanlı hərbçilərin təksilah edilməsi, Mars soyqırının başlanması da 18 mart ayı düzdür. Cavab 3-4-dür. Sonra 25-ci sual. 19-cu əsrin birinci yarısında Şimali Azərbaycana köçürülməyə başlamışdır. Təriqətçi bidətçi ruslar 1830 düzdür. Almanlar 1817-18 düzdür. Cavab 1-2-dir. 3-4 səhvdir. Xronoloji ardıcıllıq. Cənubi Qafqazda dövlət kəndlərinin torpaq quruluş haqqında qanun 1900. Cavad Məlikovun Bakıda Ağneft zavodu tikdirməsi 1863. Sonra Bakı Ağneft zavod sahibləri ittifaqı da 1893-dür. Yəqin düzə biləsiniz. 27-ci sual. Deyir ki, 19-cu əsr 20-ci və 30-cu illəri. Bax, Lənkəran xanın ləğv olunması 1826-dır, 1-ə gedir. Şeyx Hüsam vəzifəsi 29-dur, 1-ə gedir.
Şamaxı quberniyası yaradılıb 46, heç biri. Rəhdərin ləğv olunması 36, 2. Nadir Şah da o vaxt heç yox idi, ona görə səhvdir. Sonra burada bir dənə də situasiya var, deyəsən yaxşı oxunulmur. Situasiyaya görə nədən danışılır? Deyir, üsyana Xuluq kəndinin kəndxudası Hacı Məhəmməd. Bəli, burada Hacı Məhəmməddən danışılır. Sonra dağların Şeyx Şamil tərəfindən rəhbərlik edilən mübarizəsi də Quba əyalətindəki hadisələrin inkişafına və əhali arasında müstəmləkə əleyhinə əhval-ruhiyyənin güclənməsinə təsir göstərir. Burada mən başa düşdüm ki, bu Quba üsyanından danışılır. Üsyan nəticələri ağır oldu. Çar Şimalacan yeritdiyi siyasət çürüş tərəflərini ortaya çıxardı. Şəki üsyanının başlanmasına təkan oldu. Deyir Məmmədə bəhs olunan üsyanın gedişində üsyançıların yaratdığı təşkilatlanma forması nədir? Təşkilatlanma forması uşaqlar bilirsiniz ki, Qubada digər üsyanlardan fərqli olaraq hərbi şura var idi. Yəni siz bura hərbi şura yazsanız düzdür. Sonra bəhs olunan üsyanın başlanması üçün bəhanə nədir? Varşavadakı müsəlman alaylarına atların toplanmasıdır, yəqin bilirsiniz. 30 deyir bəhs edilən üsyanların mənbədə göstərilmənin nəticəsini yazın. Üsyanın mənbədə göstərilmənin nəticəsi odur ki, deməli üsyançılar o baxmısınızsa Sibirə sürgün edildi. Eyni zamanda deməli cavablarda var ki, komendant idarə etmə sistemi yumşaldıldı. Yəni bunları yazsanız düz çıxacaq. Nəysə uşaqlar, bugünkü testimiz də bu qədər.